Salam aleykum əziz izləyicilər. İlkin Enes maarifləndirici kanalında xoş gördük sizləri. Video rolikdən də gördüyünüz kimi Hyundai iX35 markalı avtomobillərdə peçin radiatorunun dəyişilməsi prosesini çəkmişəm və sizlərə də təqdim edirəm və bir neçə məsləhətim də olacaq bu haqda. Deməli əziz izləyicilər, peçin işləməməsi, yəni əsas şikayətim bu idi ki, salona istilik tam normal vermirdi avtomobil və ustalarla bir neçə yerdə olduğum ustalarla məsləhətləşdim. Deməli iki üsul var bildiyiniz kimi. Ya peçin radiatoru dəyişilməlidir, ya da ki radiatoru yuma prosesi tətbiq edirlər. Və radiatorun yumağı mən məsləhət görmürəm əziz izləyicilər. Nəyə görə? Yəni xüsusən bu Alman avtomobillərində kanal biraz geniş olduğuna görə su kanalları müəyyən faiz effekt əldə etmək olur əziz izləyicilər. Hyundai markalı avtomobillərdə bu proses məsləhət deyil. Nəyə görə? Deməli Hyundai xüsusən iX35 markalı avtomobillərdə peçin radiatorunun su kanalları çox xırdadır. Yəni və nəzərə alsaq da ki, bu yuyulma prosesi yüksək təzyiqlə tətbiq olunur. Zaten onu tətbiq edən ustalar da öncədən sizə vurğulayır ki, yəni sizin köhnə radiatorunuz zədələnə bilər və salona su buraxa bilər. Yəni bu da çox xoşa gəlməz bir prosesdir. Yəni salona təsəvvür edin antifrizin axmağı və aylarla bu iy sizin salonda qalacaq, xoşa gəlməz qoxu əmələ gələcək və həm də ki, həmin effekti əldə edə bilməyəcəksiniz əziz izləyicilər. Yəni müəyyən faiz istilik olsa da yenə də əvvəlki kimi istilik, yəni radiator öz funksiyasını tam bərpa etməyəcək. Buna görə mən məsləhət görürəm ki, tam peçin radiatorunu dəyişəsiniz. Çox yüksək də effekt əldə etdim şəxsən özüm. Yəni bir də ki, bu proses bildiyiniz kimi əziz izləyicilər iki üsulla edilir. Yəni şitin tam sökülməyi ilə və indi gördüyünüz kimi radiatorun borularının kəsilməyi ilə. Boruların kəsilməyi, şlankla bağlanmağı heç də təhlükəli deyil əziz izləyicilər. Zaten mən digər video roliklərdə də gördüyünüz kimi Mercedes markalı avtomobilimdə də bu prosesi tətbiq etmişəm. Yəni həmin hissələrdə heç bir təzyiq olmur, illərlə işləyir. Yəni ustalar da bunu vurğulayır. Yəni şlankla, yəni belə el arasında desə borunu kəsməklə bu prosesi etmək heç bir təhlükəli deyil. Həmin hissələrdə təzyiq olmadığına görə əziz izləyicilər heç bir təhlükəsi yoxdur. Usta da bunu vurğuladı. Sadəcə olaraq əziz izləyicilər, həmin hissədə istifadə olunan şlanklar, yəni avtomobillərdə istifadə olunan şlanklar olmalıdır. Zaten həmin borular zavod istehsalıdır. Yəni şlanklara gedib bərk edilir. Yəni həmin hissələrdə təzyiq olmur, sadəcə olaraq su şlankları olmalıdır. Xüsusi avtomobillərdə istifadə olunan şlanklar. İzlədiyiniz üçün təşəkkürümü bildirirəm. Kanalıma dəstək olun, abunə olun əziz izləyicilər. Yeni maarifləndirici video roliklərlə sizləri salamlayıram. Təşəkkürlər.